Rusiya şirkətindən Azal təyyarəsinin qəzasına görə ödəniş açıqlama yayıldı. Rusiyanın Alfa Sığorta şirkəti Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış Embraer 190 markalı sərnişin təyyarəsinə görə tam sığorta ödənişini həyata keçirib. Report xəbər verir ki, bu barədə Interfax-a Alfa Sığortanın baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnik məlumat verib. Həm təyyarə, həm də daşıyıcının sərnişinlər qarşısında məsuliyyəti Alfa Sığortada sığortalanmışdı. Riskin əsas hissəsi Rusiya Milli Təkrar Sığorta şirkətinə təkrar sığortaya yönəldilmişdi. Tam sığorta ödənişi fevralda həyata keçirilib, deyə o qeyd edib. Bununla belə baş direktorun müavini kompensasiyanın məbləğini açıqlamayıb. Kabaçnik sığortaçının aviasiya hadisəsinin rəsmi araşdırılmasının başa çatmasını gözləməməsinin səbəbini də izah edib. Qəzanın araşdırılması davam etsə də ödənişlərin təşkili üçün kifayət qədər məlumatımız var. Sığortaçı kimi bizim üçün təyyarənin məhv olması faktı vacibdir. Müharibə və terror riskləri də sığortalandığı üçün aviaşirkət istənilən halda kompensasiya alır, deyə o qeyd edib. Aviadaşıyıcının üçüncü şəxslər qarşısında məsuliyyət sığortası haqqında müqaviləyə gəlincə, Kabaçnik deyib ki, yerdə dəymiş zərərlə bağlı hər hansı iddia barədə məlumatımız yoxdur və biz bunları gözləmirik. Əgər belə iddialar yaranarsa, aviaşirkətlə birlikdə onlarla müəyyən olunmuş qaydada işləyəcəyik.